Salam əziz izləyicilər. Kombidə yaranan nasazlıqların əhəmiyyətli bir hissəsinin də günahkarı bax bu termodatçiklər yaxud sensorlardır. Sensor da deyirlər. Bu xarab olanda kombi normal işləmir. Bərk qızır, bəzən korpusda qaralmalar olur. Hiss olunur ki, yüksək temperaturdan qaralır. Bu ona işarədir ki, bu termodatçiklər yoxlanılmalıdır. İndi sizə burada yoxlanma qaydasını göstərəcəm və digər videoda çəkmişəm. Orada harda yerləşməsini və üstəgəl orada bir dənə də termostat var. Onu da göstərmişəm. Termostat nədir? Termodatçik nədir? Termodatçik müqaməti dəyişən rezistordur. Termorezistor da deyirlər ona. Bu iki variantda biri böyük, biri balaca. Məndə əlimin altında var, onu göstərirəm sizə. Bunların otaq temperaturunda müqaməti ölçülür. Nə qədər olur? 8,8. Onda 9 da demək olar. 8 kilo ohm. Bu 10 kilo ohma da qalxa bilər. O otağın temperaturundan asılıdır. Otaq temperaturu da stabil olmur. Az da ola bilər, çox da ola bilər. Və temperatur dəyişdikcə bu da səlist olaraq dəyişir. Bax, o dəyişməni beyin ölçür və ona müqabil komandalar formalaşdırır. Lazım olan proqramda biz verdiyimiz temperatura çatanda söndürür onu. Artıq daha o temperaturdan artıq qıza bilmir. Və bu həm isitmə sistemində radiatorlara, həm də o hamama, mətbəxə gedən boruların üzərində qurulur. Bundan başqa, əgər bunlar xarabdırsa, o termostat yanğın təhlükəsini və cihazın özü xarab olmasın deyə aşırı temperaturu qarşısını almaq üçün kontaktlar aranır, mexanik kontaktdır, dövrə qırılır və təhlükə sovuşur. Növbəti videoda baxarsınız. Sağ olun.